Fatihə surəsinin son kəlmələrində də səhv etmə ehtimalları olur. Aleyhim olmalıdır. Səhvən əleyhim, əleyhim deyilir. Çox diqqətli olaq. Burada ayn hərfidir. Boğazın orta hissəsi azacıq sıxılmalıdır. Əks halda məna da dəyişə bilər. Və sonra bu kəlmədən sonra vav hərfinə keçid alan zaman incə bir səhvdir ki, bəzi vaxtlarda nəzərə alınmır. Burada da bir səhv etmə ehtimalı olur. Bu səhv nədən ibarətdir? Mim hərfi sanki təşdidlənir və yaxud idğam olunur vav hərfinə. Səhv oxunuş aleyhim və çox diqqətli olaq. Bəs biz necə etməliyik səhv olmasın? Mim hərfinin məxrəci bildiyimiz kimi dodaqlarımız yumuşaq bir formada bağlanır. Amma dodaqlarımız açılan zaman artıq vav hərfi ilə açılsın. Aleyhim və, aleyhim və. Dodaqlarımız bağlanır. Mim hərfi ilə açıldıqda vav hərfi ilə. Aleyhim və. Sonra burada dad hərfidir. Bəzən dəl hərfi ilə oxunulur səhv və yaxud çox tez-tez rast gəldiyimiz səhv ki, vələzzalin deyilir. Diqqətli olaq, məna da dəyişə bilər. Burada dad hərfidir. Əl-do, əl-do. Yəni dolğun bir şəkildə, qalın bir şəkildə oxunulmalıdır. Və burada məd var ki, özündən sonra səbəbi məd gəldiyinə görə uzadılması 6 hərəkədir. Çünki mədd lazımdır, vacibdir burada 6 hərəkə uzadaq. Və sonra özündən sonra ləm hərfi gəlmişdir, incə və özü də təşdidli. Buna diqqət yetirək. Burada da çox tez-tez səhvlər olur və özündən sonra məddi unutmayaq və məddi də qalınlaşdırmayaq. Bəzi vaxtlarda burada mədd də qalınlaşır səhv oxunuşda və sonda nun hərfinin qünnəsinə diqqət yetirək. Aleyhim vələzzalin.